Məlum məsələdir ki, hər şey hakimiyyət yəni idarə edir. Ona görə də o azadlıq bizdə yoxdur. Ümumiyyətcə mətbuat dedi, yəni mən belə deyim ki, jurnalistlərdə çox azadlıq yoxdur. Yeri gələndə döyülürlər də, yeri gələndə söylürlər də. Yəni hələ ondan götürmək olardı. Məlumatım yoxdur. Yəni istədiyimi yaza bilirəm, istədiyimi poza bilirəm, amma mətbuatçılar bunu yazanda nə olur, nə tər olur, onu öyle bilmirəm. Çox pis. Mən narazıyam şəxsən. Haqq ədalət yəni öz yerini tapır. Belə azadlıqdan götürəndə insanlar azad deyirlər axı. Azad mətbuat da yoxdur. Çox şeylər azad deyil. Yəni başqa xarici ölkələrlə, yəni Avropa, qərb ölkələrlə müqayisə eləyəndə, yəni burada azadlıqlar məhdudlaşır. Yox, hamı bilir də. Necə təmin olub, göz qabağındadır. Onu mən yox, elə mənə elə gəlir ki, hamı deyə bilər, təsdiq eləyə bilər. Ola bilər kimsə çəkinib deməz, mənim itirəsi bir şeyim olmadığı üçün azad şəkildə deyir, problem yox.